Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar jurnalist Xoşqədəm Hidayət qızının həyat yoldaşı Doğuşla bağlı sənə axtaran verilişindən dediyi sözlər Survivor yarışmasında nümayiş olunub. Xəbər verilir ki, Doğuşun müsabiqəni tərk etməsilə bağlı vida gecəsində layihənin rəhbəri Acun İlaclı Xoşqədəm Hidayət qızından danışır. O, Doğuş haqda olan videonu izlətdirərək Xoşqədəm Hidayət qızının ünvanını təriflər yağdırır. Xanımın bir müsahibə verir, deyir ki, uşaqlar ağlayır. Doğuş geri gəlsin, ona buradan salam və sevgilərimi yollayıram. O, Azərbaycanda çox məşhur biridir. Doğuş, çox gözəl bir xanımın var. Aktrisa Pərvin Abiyeva efirdə verdiği açıqlama ilə diqqət mərkəzinə düşüb. Xəbər verilir ki, sənətçi mediada xəbərlərin yayılmasıyla bağlı maraqlı və qalmaqallı etiraflar edib. O bildirib ki, indiyədək heç vaxt hansısa xəbərin saytlar və ya sosial mediada paylaşılması üçün pul ödəməyib. Heç vaxt pul verib hansısa xəbərimi paylaşdırmamışam. Nə saytlarda, nə də sosial mediada. Amma xəbərimi ödənişli sildirdiyim olub. Aktrisa qeyd edib ki, bəzi hallarda yayılan xəbərlərin silinməsi üçün ciddi mübarizə aparmalı olub. Silinməsi üçün yalvardığım da olub, hətta savaşmışam. Yalvarmağıma baxmayaraq silməyiblər. Amma pul qarşılığında xəbəri silənlər tapıldı. Böyük məbləğ vermişdi. Pərvin Abiyeva söhbət zamanında sözügedən xəbərin hansı mövzu ilə bağlı olduğunu açıqlamaq istəmədiyini də vurğulayıb. Aktrisanın bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələr yaradı.